davaya gəlmiş də məndən də. Evdən çıxardı. Mən 4 ay işləmişim, niyə mən pulum verilməməlidir? Bunu kim verib? Sən hadi gətir. Məndən pul almışam, mən sizə pul verirəm. Rəşad da deyir ki, mən Teymana işlətmişəm sizi. Mən pul almamışam Litosferdən. Alım verəcəm. Biz çıxandan sonra bu müəllim gəlib bizim hələ ana şirkətdən atdel briqada yığıb 5 nəfər, 10 nəfər həmin bizim gördüyümüz yarımçıq işləri görürlər. Yəni mən də xahiş eləyirəm, bu işə baxılsın. Şirvan şəhərindən olan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edib. Onların sözlərinə görə Race Range Technology adlanan padratçı şirkət ilə müqavilə bağlayaraq işə başlayıblar. Bir neçə ay əmək haqlarını alan işçilər sonradan problemlə üzləşdiklərini bildirirlər. Aidiyyəti dövlət qurumlarına 2 aydan çoxdur müraciət edirəm. Nə şirkət rəhbərliyi çıxır ortalığa, nə bu müəllimdir, orada işləyəndə gəlib iş tələb edib, indi deyir boyun qaçırdır. Deyir mən orada iş tələb eləməmişəm. Bir ay əmək qala bilmirsiniz. 4-cü ayda. Biz Rəşad müəllimə deyirik sözümüzü. Rəşad müəllim də deyir ki, bunlarda alacağım var. 3 ayda, 4 ayda şikayət eləmişik dövlət qurumlarına. Heç biri yəni heç bir cavab demir. Atam onkoloji xəstədir. Pula ehtiyacım var. Hamının borcu, bankı, xərci, əziyyət çəkmişik. Saat 7-dən durub gəlib işləmişik. Niyə görə bizim haqqımızı kəsirlər? Dekabr ayından pulum durur, yanvar ayından durur, fevral durur, mart durur. Heç birinə pul ala bilməmişəm. Bizə deyir ki, əlimizdə sənədlər var. Pulu ödəmişik. Biz də deyirik, gətir göstər bizə. Biz ondan sonra gedək yapışaq ki, bizim pulumuzu verin. Biz ona görə qalmışıq ortalıqda. Vətəndaşların sözlərinə görə sifarişçi şirkətin əməkdaşı olan Əli Rıza adlı şəxs padratçı şirkətə ödənişlərin həyata keçirildiyini və sənədlərin olduğunu deyib. Amma çəkiliş apardığımız zaman ərazidə olan şəxs suallarımızdan müxtəlif bəhanələrlə yayınmağa çalışdı. Buyurun müəllim, öz təqdim eləyin. Mən niyə təqdim eləməliyim? Siz indi çıxıbsınız burada, bilmirik. Biz biləylə kimlə danışırıq? Bir də get yana. Biləylə kimlə danışırıq? Bilməməlisən. Niyə bilməməliyik? Bir dəfə dedim, görürəm ki siz siz burada provokasiya ilə məşğulsunuz. Qeyd edək ki, sifarişçi şirkət olan Litosfer MMC ilə Race Range Technology MMC arasında Şirvan şəhəri Araz zavodu ərazisində işlərin yerinə yetirilməsinə dair xidmət və alqı-satqı müqaviləsi bağlanıb. Məsələ ilə bağlı sifarişçi şirkətdən Baku TV-yə bildirilib ki, ödənişlər müqavilə üzrə mərhələli şəkildə həyata keçirilib. Lakin işlərin faktiki yerinə yetirilib-yetirilməməsi ilə bağlı 2026-cı ilin 31 mart və 2 aprel tarixlərində aparılan yoxlamalar zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkarlanıb. Açıqlamada o da qeyd olunub ki, Litosfer MMC-nin Race Range Technology MMC-yə borcu yoxdur və əksinə küllü miqdarda artıq ödənişlər həyata keçirilib və bu barədə təsdiq edici sənədlər mövcuddur.